Yeni hərbi hissələrin məhz strateji ərazilərdə istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Proses torpaqlarımız işğaldan azad edildikdən sonra da davam edir. Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır və Hadrutda bizim güclü, silahlı birləşməmiz bizim təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu azad edilmiş, keçmiş Dağlı Qarabağ Muxtar vilayətinə aid olmuş yerdə yerləşir. Və eyni zamanda bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə artırmışıq. İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin istifadəyə verilməsi ərazi bütövlüyünə və suverenliyinə qarşı ən tutarlı cavabdır. Xüsusilə komando hərbi birləşmələrinin sayının artırılması nəinki ərazi bütövlüyünün qorunması, eləcə də ermənilərin içərisindəki revanşist tör-töküntüsünə sərt xəbərdarlıqdır. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını qəbul edib və bu reallıqlar əsasında öz fəaliyyətini qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi 1 il yarım keçibdir. O müharibəni unutmasınlar. Nə onlar, nə də ki, sonraki nəsillər. Və bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əskəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, 2-ci Qarabağ müharibəsində canlarını fəda etdilər. İndiki halda əldə olunan razılaşmalardan, o cümlədən bəyanatların icrasından boyunu qaçırmaq, üzərinə götürülən öhdəlikləri imitasiya etməyə çalışmaq Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Çünki dəmir yumruğun təsirindən hələ də ayılmayan Ermənistan daxilindəki ictimai-siyasi böhrandan da yaxa qurtara bilmir. Belə olan halda növbəti zərbə onun yer üzündən tamamilə silinməsi ilə nəticələnə bilər. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar bəyan edirdilər ki, heç vaxt Azərbaycan silahlı yollarla öz torpaqlarını ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişlidir. Bu mifi də biz dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Və əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, onlar bilməlidirlər onları nələr gözləyir. Rüstəm Mikayılzadə, Kazım Quliyev, ASTV Xəbər.